iqtisadi siyasəti dəstəkləyirəm. Siz dediklərimizin hər bir cümləni yerinə yetiririk. Siz həmişə çıxışlarınızda deyirsiniz ki, sahibkarlara dəstək olmaq lazımdır, sahibkarlara kömək lazımdır. Amma bu günləri cənab prezident Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq İdarəsinin qabarışından mən buradan çıxış edirəm. Niyə görə? Ramil Aslanov, Leon Center şirkətinin rəhbəri. Bu günləri onu bildirmək istəyirəm ki, cənab prezident, sizin hər bir verdiyiniz, bir daha deyirəm, hər bir verdiyiniz qərarlarda, sərəncamlarda yüngüllük, asanlıq, siz özünüz deyirsiniz ki, mən xalqın xidmətçisiyəm. Cənab prezident, siz bunu deyirsiniz, amma bunu bu məmurlar arasında eşitmək olmur. Bunu məmurlar heç biri icra eləmirlər. Ancaq prinsip eləyirlər. Niyə? Çünki Bakı Baş Gömrük İdarəsinin rəisi Elmir Ramazanovun bu günləri sübutunu yetirəcəm ki, onun prinsipi, şəxsi prinsipi nəticəsində Dövlət Gömrük Komitəsinin Əməliyyat və İstintaq İdarəsi yenə də prinsip edir. Niyə? Buradan müraciət edirəm Güloğlan müəllimə. Güloğlan müəllim, siz yaxşı insansınız. Siz 90-cı illərdən bu sistemin, şəxsən bu sistemin, gömrük sisteminin içində işləyən bir insanlardan birisiniz. Güloğlan müəllim, nətər ola bilər ki, siz həmişə ədalətlə yaxınlaşmışsınız hər bir şeyə. Sizin haqqınızda bizi eşidirik, yaxşı, sədaqlarınız yaxşı gəlir. Amma Güloğlan müəllim, belə çıxır ki, Elmir Ramazanovun istəkləri, Elmir Ramazanovun dünənləri gələn bir şəxsin 90-cı illərdən burada işləyən bir insan öz işini görə bilmir. Mən başa düşürəm ki, təzyiq forması var. Necə ki, mənə təzyiq var, elə də necə ki, təzyiq forması var mənə, elə də yəqin ki, bunlara təzyiq forması var. Şahin müəllimin qəbulunda olduğum Şahin müəllim dedi ki, razılaşdı, baxdı, dinlədi. Və mən Şahin müəllimə bildirdim. Cənab prezident, çox maraqlı bir fakt var. Nətər olur ki, bu Gömrük Komitəsinin digər subyektlərində mənim heç kimdən problemim yoxdur. Nətər olur ki, vergi xidmətindən problemimiz yoxdur. Digər idarələrlə bizim problemimiz yoxdur. Bu necə olur axı? Yəni, bu özü prinsipi göstərir. Bu özü göstərir ki, bu günləri mənə qarşı burada prinsip gedir. Bu günləri mənə qarşı ədavət var. Amma niyə görə? Məmur niyə ədavət eləməlidir? Nətər olur ki, qanunsuz yollarla, prosessual pozuntularla əldə olmuş sənədlərlə mənə təzyiq edirlər, cənab prezident. Deyirəm ki, qardaş, sənədi göstərin. 3 ay keçmiş məni çağırırlar, sənəd göstərirlər. Sənədi əllərində belə edirlər. Sənədin içinə baxmağa imkan vermirlər. Hələ mən sənədin demək olar ki, neçə sənəd idi orada? Burada hamısını qeyd eləmişəm mən. Bəyannamələrlə hamısını qeyd eləmişəm. 1, 2, 5 dənə bəyannamədir. 5 dənə bəyannamə üzrə güya Çindən bunlar sənəd götürüblər. Hansı yolla götürüblər bilinmir. Heç tərcüməsi yox idi. Tərcüməsinin möhrü yox idi orada. Tərcüməsinin adı yox idi orada. Hansı tərcüməsi bunu tərcümə edib, professional edib, eləməyibdi. Yaxşı da bu sənədləri göstərirlər mənə. Vallahi billahi. Hər sənəddə 15-20 dənə prosessual, yəni pozuntular görürəm. Mal mənim adıma gəlməyib, şirkətin adına gəlməyib. Malın çəkisində problem var. Malın ədədlər sayılarında problem var. Yəni əgər bu mənə necə məxsus ola bilər? Necə bu adlana bilər? Mənim şirkətimin Leon Center'ın heç L hərfi yoxdur orada, birinci hərfi. Nətər ola bilər? Ona görə də buradan müraciət edirəm, cənab prezident sizə. Xahiş edirəm. Mən telegram göndərmişdim 2 gün bundan öncə. Dünənləri, bu günləri də telegram göndərmişəm. Mən xahiş edirəm, baş nazir məni qəbul eləsin, Əli müəllim. Mən xahiş edirəm, cənab prokuror məni qəbul eləsin. Kamran müəllim, siz işimizi bilən adamsınız. Siz cənab prezidentin siyasətini dəstəkləyən adamsınız. Kamran müəllim, mən sizdən xahiş edirəm, məni qəbul eləyin. Düzdür, mənə zəng gəlmişdi. Məni qəbul eləyəcəklər, sağ olsunlar. Prokurorluq reaksiya verib, buradan təşəkkürümü bildirirəm mən. Həqiqətən. Amma Kamran müəllim, axı bu prosessual pozuntularla əldə olunmuş sənədlər CPM-də cinayət prosessualda qeyd olunub ki, qanunsuz yollarla, prosessual pozuntularla əldə olunmuş sənədlər sübut əhəmiyyət kəsb eləmir. Nətər olur ki, İstintaq İdarəsi mənə deyir ki, bu sübut əhəmiyyət kəsb edir. Nətər olur ki, mənim şirkətimin Leon Center heç L hərfi yoxdur bunun başında. Heç ixracatçı yoxdur orada. Kim göndərib? Hardan göndəribdi? Yaxşı göstərir mənə ki, sənin Ningbodan çıxıb, məndə isə daşıyıcı Azərbaycan Dəmir Yollarıdır. Rəsmən ora pul keçirtmişik. Onda deməli Azərbaycan Dəmir Yolları mənlə saxtakarlığa girib. Onda deməli Qazaxıstan mənlə saxtakarlığa girib. Axı belə bir şey ola bilməz. Cənab prezident, sizdən xahiş edirəm. Bu günləri Elmir Ramazanov, fakt bir dənə də göstərəcəm. Elmir Ramazanov protokolla götürüb müraciət edibdi Əməliyyat İstintaq İdarəsinə ki, 97.665 manat güya mənim yayınmam var. Nətər olur ki, ay Elmir Ramazanov, 97.000-i sən necə buraxmısan çölə? 223 manata görə bu günləri İqtisad Məhkəməsində Müminat xanımdadır.
hakim. Nətər olur 223 manata görə mənim malımı 15 gün orada saxlamısan, 25 gün burada saxlamısan. Hələ mən məhkəmələrdə sürünürəm. Və cənab prezident, buradan maraqlı bir faktor var. 15 dənə il ərzində mal gətirmişəm. 15 dənə mal gətirmişəm. Qardaş 5 dənəsi istintaqda, 5 dənəsi məhkəmədə, 5 dənəsi gömrük komitəsində, 5 dənəsi başı-baş gömrük idarəsində. Mən nəyi satım? Necə vergini ödəyim? Nətər ödəyim? Qardaş mən nətər yola verim mənim bu əməkdaşlıq eləyim şirkətlərlə? Axı bu belə olmur. Nə oldu elə bir dənə mən çıxdım. Elmin Ramazanovun himayə elədiyi şirkətlər gündə 15 dənə konteyner mal gətirirlər hər gün. Mən ildə 15 dənə gətirmişəm. Ey qardaş, məndən nə istəyirsən Elmin Ramazanov? Cənab prezident, kimsə buna bir baxıb bir səs eləyəcək. Axı belə də olmaz. Hər şeylə siz maraqlanmalısınız. Siz keçən gün məhkəmə prosesi oldu. Prosesdə siz demək olar ki, Bəli, məhkəmə prosesində bir cavan xanım gəlmişdi. Gömrük komitəsinin işçilərindən kimsə gəlmişdi. Mən başa düşürəm. Gəlmişdi. Yəni gəldilər, hə, elə biz aidiyyəti olmayan bir şeylər danışdı. Sağ olsun hakim, Bəhlul müəllim, təşəkkürümü bildirirəm buradan. Sözümü kəsməyə imkan vermədi. Həqiqətən sübutlarını elədim ki, nətər bildiriş vermisiniz. Bax, burada da bildirirəm. Bildiriş veriblər. Bildirişdə göstərir 16-cı maddə, göstərir 6-cı üsul. Deyirəm, başıma dönün, bu bildiriş əsassızdır da. Mən bunu iddiamda göstərmişəm ki, əsassızdır. Hakim də baxır bunlara, deyirəm, yaxşı, sən qiyməti təyin edə bilmirsən, üsullar var da. Bu üsullar ardıcıl gəlməlidir. Eyni maldan 28 gün qabaq mən gətirmişəm. Bəs onda niyə baxmırsınız? Mən nə sənədləri göstərirəm, cənab prezident? Mən hansı sənədləri göstərirəm? Həmin sənədləri götürüb qoyurlar qırağa. Deyirlər ki, bunu qoy qırağa, gəl kes buna. Elə şey olur. Bəs buna kimsə baxmalıdır. Və ona görə də ümidim yenə də prokurorluqdadır. Kamran müəllim, xahiş edirəm, məni qəbul edin. Kamran müəllim, xahiş edirəm, tapşırıq verin, məni qəbul eləsinlər. Mən öz sübutlarımı normal qaydada gətirim qoyum. Bu nətər yəni axı, mənim sübutlarım, əsaslarım var. İkinci də ki, bir şey var burada. Çox böyük bir faktor var. Xahiş edirəm, dinləyin. Mən faktor götürəcəm. Elmin Ramazanov bütün bura göndərdiyi bu bəyannamələrlə əlaqədar mənə bildiriş veribdi. Malın baxışından sonra. Qardaş, bildiriş vermişsən mənə. Nətər olur ki, bir sənəd üzrə, vahid bir sənəd üzrə 28 dənə mal var. Bunun içindən 2 dənəsindən məndən narazısan. Bildiriş ikisinə vermirsən. Amma mənə deyirsən ki, sənəd gətir, onu gətir. Значит, sən o 2 dənəni müəyyən edə bilmirsən. Значит, sən hesablama qaydalarını bilmirsən. Yox, qardaş, belə olmaz axı. Hal-hazırda sizin bu əməliyyat istintaq baş idarəsində Əməliyyat səbəbi nədir? Əməliyyat istintaq idarəsi, malım saxlanılmayıb. İş ondadır ki, 97 min mənə deyir, malı buraxmışam, aparmışam, satmışam. Qardaş, işimi görmüşəm. Bu deyil 97 min, bu 97 min havadan götürülmüş bir rəqəmdir. Havadan götürülmüş rəqəmlə sən məni tələb edirlər hal-hazırda. heç nə, heç istintaq baxır ki, gətirirəm, göstərirəm ki, qardaş, budur, heç nəyə baxmır. Sənəd qoyuram bura, deyir ki, bu sənədi mən görməmişəm. Deyirəm, qardaş, nətər görməmişəm? Müstəntiq də İlxan müəllimdir. Nə istəyir? Yəni qanunların Siz müstəntiqə də keçən dəfə deyirəm ki, cavan bir kadrdır, savadlı oğlandır. Sağ olsun, həqiqətən. Yəni işini hardasa bilir. Amma o da təzyiq altında qalıbdır. Onluqda bir şey yoxdur. Elmin Ramazanov oradan deyir ki, qardaş, vermişəm protokolu sənə. Nətər yəni bir bəyannamə deyil, 5 dənə bəyannamədir. Ayrı-ayrı vaxtda gələn bəyannamələrdir. Bu günləri məni buradan dinləyənlər, hüquqşünaslar, vəkillər, prokurorlar, bu nətər ola bilər? Ayrı-ayrı icraatlardır. Bunları sən necə birləşdirə bilərsən? Bunlar heç bir yeri birləşsə də gətirib çıxarda bilmir. Sən havadan götürülmüş, sistemdə mənə heç nə bildirilməyib, sən mənim sənədimi götürmüsən ki, ha bu Kitaydan gəl. Hardan gəlib? Gəlibsə mənim adıma niyə gəlməyib, qardaş? Deyirəm, Lyon Center deyinlərdə heç L hərfi yoxdur onun başında. Sən nətər bunu? Siz bu problemlərlə özləşirsiniz. Məqsədlər nədir? 2 ildir Elbir Ramazan. Çünki bilirsiniz niyə? Digər yerlərdə niyə problem yoxdur? Siz heç görmüsünüz, bax hamınız buradasınız da. Cənab prezident, mənim başqa idarələrlə problemim yoxdur. Bax bu günləri gigiyenik verən təşkilat sənədləri istədi, anlaşılmazlıq oldu. Getdik, baxdım ki, bəli, məsələn orada bir var spesifik mallar üçün, kremlər üçün sənəd olubdu. İşçim biraz səhv başa düşürdü. Getdim, bəli, getdim sənədləri verdim, göstərdim, qəbul elədilər. Allah razı olsun. Dedilər ki, bəli, 3 gün ərzində ödəniş edəcəksiniz. Biz sizin gigiyenik sertifikatınızı verəcəyik. Eləcə də digər vergi olsun, eləcə də olsun, digər ithal-ixrac idarəsi olsun. Gedirsən, insanla otururlar, danışırlar, dərini bilirlər. Hətta səhvimiz olanda bizə bildirirlər ki, eybi yoxdur. Başa düşdük, cüzi bir səhvdir. Nəsə sənədin anlaşılmazlığıdır, sənəd yoxdur. Zəhmət olmasa 3 gün ərzində sənədi təqdim edin. Adama şərait yaradırlar. Nətər olur Elmin Ramazanov? Sən büdcə 90, mənim 97, bu 97 min göstərsən. Hələ bu 97 mini boyun alsaq da, düz üstü bir dəqiqə. 97 mini hələ desə yaxşı da 97. Bu 97 mindən asılıdır büdcə. Nə oldu? Mən elə sürünə qalmışam. Maraqlısı odur ki, bir dənə məmurlardan biri
müraciət olunan qargolar. Bəli, həmin kargolara 15 dənə mal gəlir hər gün. Onların sənədində heç bir problem yoxdur. Onların heç bir problemi yoxdur, qardaş. Ümumiyyətlə malı bir gündə necə çıxardırlar? Sayılmamış, baxılmamış, yoxlanılmamış. Bəs ona görə deyirəm ki, ona görə mən prokurorluğa da müraciət eləmişəm. 23 dənə məktub göndərmişəm bura fevral ayından bura. Sayla əlimdədir. Nətər olur bu sənədlərə baxmırlar. Bir dənə saxta sənədlə üstümə gəlir. Sənəddən cavab gəlir sizə rəsmi olaraq. Yox, 23 dənə sənəddən heç nə gəlməyib. Xeyr. Neçə müddətdir? Fevral ayından, 2024-ün fevral ayından düz Müraciətləri baxılmaz haqqında respublika qanununa müvafiq olaraq heç kim heç nə baxmır qardaşım. Bu günləri məktub vermişəm. Şahin müəllim özü qəbul elədi. Qəbulda dedim ki, Şahin müəllim, bir dənə konteynerim var. 401 bəyannamənin nömrəsi yadımdadır. 401 neçədir axırı. Həmin bəyannamədə qardaşım 17.000 pulun bankda, zalogda ki mən məhkəməyə çıxıram. Yerdə qalan hardasa konteynerin yarısının mallarını götürüb saxlayıb Elmir Ramazanın otaqlarında. Vermirlər. Qardaş mən nəyi satım? Nəyi satım da mən soruşuram ki, nəyi satım? Deyirəm verin. Rəşad müəllim var bunların komitədə. Düzdür, sağ olsunlar. Hərdən kömək edirlər. Hərdən də onun diktəsindən gedirlər Elmir Ramazanova. Qardaş deyir ki, biz onu deyir baxmalıyıq məhkəmə görək bunu buraxacaq yoxsa yox. Dünənləri məhkəmədə Bəhlul müəllim təşəkkürümü bildirirəm. Məhkəmədə o barədə danışıldı. Onların əməkdaşı idi, bilməm, hüquqşünasdır. Bəzi vaxtda hüquqşünas gəlir, bəzi vaxtda bu metodikin işçiləridir. Bunlar adlarını hüquqşünas qoyurlar. Vallahi başa düşmürsən ki, kimdir. Gəlmişdi, özü Bəhlul müəllim tapşırıq verdi məhkəmədə ki, bizim üçün o sübut əhəmiyyət kəsb eləmir. Burada başqa məsələ, burada bildirişə uyğun biz baxırıq ki, siz cəmaatın malını verin, getsin, satsın. Nətər olur ki, bütün idarələr bizə dəstək durur. Nətər olur ki, hansı qapıya gedirsən, hamısı baxırlar, ayrışdırırlar. Amma burada gəlib satanda bunlar başmırlar. Eyni zamanda, yenə də Cənab Prezident, bir daha sizə müraciət edib buradan demək istəyirəm ki, yenə də Cinayət Prosessual Məcəlləsində göstərilib ki, ümumiyyətlə Əməliyyat İstintaq İdarəsinin, Azərbaycan Dövlət Gömrük Komitəsinin, Əməliyyat İstintaq İdarəsinin əsas funksiyası nədir? Bəlkə də bilmirlərsə, üzr istəyirəm, mən yada salım. Əsas funksiyaları ondan ibarət ki, hər tərəfli tam obyektiv işin araşdırılmasıdır. Yaxın mı burada natamam, necə natamam? Qardaş, mənim sənədlərimə baxmırlar, qırağa qoyurlar. Bir tərəf Elmir Ramazanovun dəstəkləyirlər. Deyirlər ki, yox, o buradadır, o veribdir, ona baxmalıyıq. Onun protokolunu heç kim dala qaytara bilməz. Bir də qeyri-obyektiv. Qeyri-obyektiv də odur ki, qardaş, heç bir ədalətli bir qərar çıxarılmır. Deyirəm, əgər bu günləri qiymət söhbətidirsə, bunlar axı qiyməti təyin edə bilmirlər axı. Bunlar tapa bilmirlər qiyməti. Yadınızdadır, keçən çıxışlarımda da göstərdim ki, orada Elmir Ramazanov özü kimi yığıb yanı yörəsində bir 2-3 nəfər, onlara da hamısını tapşırıb ki, bu gəldi, bunu təzyiq edin. Ancaq təzyiq edin bu adama. Çünki bu çıxsın getsin buradan. Bu çıxsın getsin. Belə sahibkar bizə lazım deyil. İşini bilən, savadlı, hər bir qanunvericiliyi bilən, savadlı, mənə adam lazım deyil. Burada mənə sərf edib. mütləq şəkildə brokerlərdən açılı vəziyyətdə olmalısınız. Yəni Bəli, sən bizim şirkətlərə himayə elədiyimiz şirkətə. Bəs qardaşım, Əməliyyat İstintaq İdarəsi, sən nəyə baxırsan? Nəyə baxırsan Əməliyyat İstintaq İdarəsi? Yenə də mənim həqiqətən mən Güloğlan müəllimlə görüşmüşəm də, məni dəvət edib görüşmüşəm də, mən bir şey deməyəcəm. Güloğlan müəllim həqiqətən çox belə layiqli bir məmurdur. Mən bir söz deməyəcəm. Amma Güloğlan müəllim təzyiq altında qalmısınız. Onda heç olmasa siz müraciət edin yuxarılara ki, qardaşım oradan mənə təzyiq var. Niyə təzyiq olsun? Nətər olur? Prezident aparatını mən gedirəm qəbula. Şahmar müəllim, təşəkkürümü bildirəm buradan. Şahmar müəllim, Allah sizi var eləsin. Şahmar müəllim dinləyir və deyir ki, qardaş biz sizə necə kömək eləyək? Şahmar müəllim deyir ki, necə kömək eləyək sənə? Mən deyirəm heç cürə kömək eləməyin Şahmar müəllim. Çünki siz deyirsiniz buradan, onlar mənə daha da təzyiqi çoxaldırlar, daha da çoxaldırlar. Mənə sənədlər əlimə gəlib çıxmır, obyektiv baxılmır, natamam baxılır, bir tərəf baxılır. Bu belə olmaz axı. Cənab Prezident, xahiş edirəm, göstəriş verin. Elnur Əliyev, məni qəbul edin, Elnur Əliyev. Durmusunuz Elmir Ramazanovun arkasında, yaxşı eləmişsiniz. Məni qəbul edin. Mən xahiş edirəm, Mikail müəllim, məni qəbul edin. Siz məni qəbul eləmişsiniz dəfələrlə. Həqiqətən ədalətli qərarlar vermişsiniz. Mikail müəllim, bir məni dinləyin, bir mənim sənədlərimə baxan olacaq bu ölkədə, yoxsa yox. Mən hansı qapıya getməliyəm? Mənim əlacım ancaq Kamran müəllimədir ki, Kamran müəllim, bu prokurorluğu siz tapışsaq olsunlar. Yenə də deyirəm, minnətdarımı bildirirəm. Bayaqları bura çatandan qabaq mənə zəng gəldi ki, sabah səni qəbul edirik. Allah razı olsun, minnətdaram. Mən sənədlərimlə, sübutlarımla sabahlar gedəcək. Qardaş da biz əsəbdən öldük axı. Nə qədər olar bu? Qeyri-qanuni seyir şanlarının görüşdük. Bəli. Və mediada açıqlamaq. Daha sonra bir iş həll olmağa doğru idi. Bəs sonraki nəticə nə oldu? Sonrası nəticə isə təzyiq.
Bəli, cinayət işi ilə hədələmə. Başa düşürəm, gələcəm. Sözümü deyim, gəlirəm. Aha. Problem yoxdur, keçək siz ora. Gəlin keçək. Niyə? Siz gəlin. Problem yox. Gəlin. Gəlin keçək buradan. Sağ olsunlar ki, elə icazə verirlər ki, buradan çəkiliş edək, yaxşı. Buyurun. Bu günləri Bakı Baş Gömrük İdarəsinin yanlış qiymət siyasəti var. Yanlış yəni işin yaxınlaşma prizması olmalıdır. Həmin o səhv qiymətinin təyin edilməsi, sahibkara təzyiq olunması nəticəsində bu günləri bahaçılıq, həmin bahaçılıqlardır. Süni qiymətlərin artırılması, sahibkarların öz bizneslərini, Cənab Prezident dediyi kimi qapısını bağlayıb çıxıb getməsi, onlardan biri də mən olacam bu yaxınlarda, Cənab Prezident. Elə siz dediyiniz kimi biri də mən olacam. Bəs bunlara kim baxacaq, Cənab Prezident? Kim bunlara göstəriş verəcək ki, ay qardaş, belə olmaz. Sən dinləməlisən. Sən qanunvericiliyi rəhbər tutmalısan. Sən qanunvericilikdən kənar keçməməlisən. Nətər olur ki, sən mənim sənədlərimi, mənim isbatlarımı sən qəbul eləmirsən? Axı bu mümkün deyil axı. Mənə yaxınlaşırsınız, bir yaxınlaşırsınız aeroportda və ya hardasa sərhədi keçirsiniz, sənədi göstərirsiniz pasportda. Pasportda yazılıb ki, filankəs və filankəs. Deyir, yox, sən o deyilsən, sən fazilsən, sən filankəssən, üzr istəyirəm. Deyirsən, qardaş, mənəm, nə danışırsan, mənim şəxsiyyətim. Deyir, yox, bu sən deyilsən. Biz elə birini axtarıq, bu sən. Qardaş, bu mümkün deyil axı. Eləcə də bunların qiymət təyin olması onunla ibarətdir. Bunlara bir mal gəlib ortaya çıxanda, bunlar deyirlər ki, deməli nə deyirlər? Bunların daxili təlimatı var. Həmin daxili təlimata uyğun olaraq bunlara göstəriş verib ki, hansı hesablama qaydaları, nətər hesablamalıdırlar, hansı sənədləri götürməlidirlər. Bunlar isə elə heç nə. Şablon təlimatlar üzrə işləyirlər. Onu tətbiq edirlər vətəndaşa. Müəllim, onu vətəndaşa tətbiq edirlər. Bunlar bax, onu bilmirəm də, onu onlar siz yaxşı sual verirsiniz. Amma maraqlı bir dənə də şey var. Mən həmişə çıxışlarımda demişəm. Bunlar nətər yəni? Hər bir 100 manat qaldırılan 100 manat var. Bunlar gəlirlər ora. Elmir Ramazanov yan yönətində 2-3 nəfər var. Onlar deyirlər ki, qardaş, bunun qiymətini qaldırmaq lazımdır. 100 manat qaldır, 200 manat qaldır. Axı sən anlamırsan, bax bu günləri gəlin belə götürək. 97 min deyirlər də. Bir dənə faktım var, çox üzr istəyirəm. 97 min manat ödəmək üçün o deməkdir ki, onun ekvivalentinlə 36%-lə abratlı götürsək malın dəyərini 271 min manat edir. Qardaş, 271 min manat mənim sistemdə heç var. Bir dənə bunu necə hesablamaq asandır. İkinci sinif şagirddə göstərsən ki, qardaş, bu 97 min ödəməlidir. Nə qədər bunun mal olmalıdır? Deyəcək 300 min, 271 min. Qardaş, 300 minlik heç mənim sistemdə var. Bu sistem vahid bir sistemdir. Büyükləri vergi də onu görür, digər orqanlarda verir, hüquq mühafizə orqanlarda baxırlar buna. Axı qardaş, bu məlum olmayıb, bu yoxdur axı bunun içində. Sən nətər verə bilərsən? Eyni zamanda, əgər məndə 300 minlik artıq mal olmalıdırsa, yəni 665 minlik mən ödəniş eləmişəm. Zaten 300 mindən bunun üstünə gələndə bu eləyir nə qədər müəllim? 1 milyon manat eləyir. 1 milyon manat yarım milyon dollardan çox eləyir. Qardaş, yarım milyon dollar məndə var. Ya gəlin baxın da bir dənə buna da. Axı bu belə prostoya gözlə də baxsan bu aydın olacaqdır. Əlbəttə kanalların vasitəsilə gedək, müraciət edək, açıqlama versinlər. Xanım, mənim sənədimi dinləməyən, məni dinləməyən, mənim taleyim həll olunur, mənim sənədimə baxmayan sizin nəyinizə baxacaq? Ancaq mən buradan sabahı gözləyirəm ki, Kamran müəllim, təşəkkür edirəm, dərhal reaksiya olubdur. Mən sabahları prokurorluqda olacağam, gələcəklər. İnşallah, yəni nə nəticəsi olacaq, o barədə də məlumat verəcəm. Mən inanıram ki, düz olacaq. Mən inanıram ki, indi düz baxacaqlar. Sabahları səhər saatlarındadır. Sabah səhər saatlarındadır. Yenə də təşəkkürümü bildirirəm Kamran müəllim, amma yenə də sizin nəzarətiniz altında. Xahiş edirəm, bu işə diqqətlə baxılsın, araşdırılsın. Cəzam varsa mən cəzamı çəkəcəm. Cəzam yoxdursa, bu ədalətsizlikdir. Mənim sənədlərimə baxıb elə qırağa qoymaqla deyil, axı sənindir, sənin deyil bu. Burada başqa info məlumatlar var, çox üzr istəyirəm ona görə. Bax bunu çəkə bilərsiniz. Buyurun, rəqəmlər deyəndə buyurun. Bax bu bəyannamələr üzrə aşkar olunan səhvlərdir. Həmin müstəntiqlə oturmuşam. Deyirəm, qardaş ver, buyurun. Gör neçə dənə səhvlər tapılıbdır. Elə birini göstərəcəm. Göstərir ki, 45 adda maldır onların sənədində. Məndə 30 adda çıxıbdır. 30 adda çıxma haqqında deməli 15 dənə inspektorun protokolu var. Elmir Ramazanovun özünün bildirişi var. Deməli biz nəyə inanaq? Bildiriş bizim gözlə faktiki görülən bir sənəddir. Amma o hardan gəlib sənəd?
Hansı sənəddir? Kimin sənədidir? Qardaş, mənə məxsus deyil. Sizdə 36'da değil 45 adladım ha. Deyir 45 adda oradan göstərir. Çindən olan sənəddə. Məndə isə 30 çıxıb. Mesela Azərbaycan inspektor. Azərbaycanda da 30 dana. Azərbaycandakı inspektorlar onda Mən malım kəsir gəlib. Nə verməliyəm? Artıq mal. bəs qardaşım, aça bilərlər kameraları. Abşeron logistikada açılıbdı mallar. 3 gün orada ortalıqda qalıbdı. 5 gün orada ortalıqda qalıbdı. Nətər olub ki, bunlar görməyiblər ki, 30-dur, 45-dir bu. Aslında ki 30 çıxıb ki təsdiqləyib də. Elmin Ramazanov da 30-a görə bildiriş verib mənə. Əgər bildiriş veribsə, 45 çıxıbsa, məhz Elmir Ramazanovun əməkdaşlarını istifadə cəlb eləmirlər. Olmaz. Yazıblar. bəs ona görə deyirəm ki, Güloğlan məndə qalıb çaşbaş bir vəziyyətdə nə etsinlər? Buraxılmasını siz özünüz götürüb çıxa bilməzsiniz də. Bunu gömrük işçiləri icazə verməz. Bəli. Veriblər mənə sənəd ki 30 dənədir. Mən də ödəmişəm dövlətin vergisini, çıxmışam. 30 adda mal adında buraxıblarsa sizi, demək cinayətə törədən dövlət qulluğunda olan şəxslərdir. Ona görə deyirəm ki, araşdırma olmalıdır da. Bir dənə Bu qədər mi dayaz gedir ki, bunun dərinliyinə varmır ki, mənim öz əməkdaşlarım bu cinayəti törədibsə, mən sahibkardan nə istəməliyəm? mən həmişə demişəm. Heç nə lazım deyil. Buradan da səslənirəm. Kamran müəllim. Buradan səslənirəm. Heç nə yox. Prokurorluq əməkdaşları, digər hüquq mühafizə orqanları əməkdaşları, heç nə demirəm. 15 dəqiqə Bakı gömrüyün qabağında dursaz, necə ki mən girirəm içəri görürəm. Bilmirəm, mənim xəssiyyətimdə də mən tuta bilirəm ki, kim nə ilə məşğuldur, kim nə edir. Elmir Ramazanov da o məqsədə nəzərdən sərf eləmirəm. Ki axı bu girir, hər şeyi görür, gedir danışır. Danışacağam da mən. Niyə danışmayım ki? Cənab prezident əziyyət çəkir. O boyda 30 ildə əziyyət çəkilən şeyi 44 günə qutarıblar. Sən kimi anladırsan Elmir Ramazanov? Kimi anladırsan sən Elmir Ramazanov? Mətbuatı götürüb tökübdür dekabr ayının 23 sonraki açıq qapı elan eləmişəm. Hansı açıq qapıdan sən danışırsan Elmir Ramazanov? Yığmısan jurnalistləri ora ki, mən açıq qapı eləmişəm. Açıq qapı eləyirsən mənlə üzbəüzdür. Çıx de, o günləri çıxış elədiniz. Allah razı olsun. Çıx bura efirə qabağıma, gəl cəmaatın qarşısında göstər ki, qardaş mən nəyə səhvim var? Mən sənə özündən çox səhv göstərim orada. Olmaz axı belə. Mən xahiş edirəm, Mikail müəllim, məni qəbul eləyin. Mikail müəllim, məni qəbul eləyin. Cabbarov, xahiş edirəm. Məni qəbul eləyin, mən göstərim. Elnur müəllim, məni qəbul eləyin. Telegram da vurmuşam. Axı belə olmaz. Məxfilik qorunur. Qardaş, başa düşdümü? Məxfilik qorunursa, onda mənim hüquqlarım da qorunmalıdır. Əməliyyat İstintaq İdarəsinin əsas böyük funksiyası ondandır ki, hər bir hüquq mühafizə orqanı vətəndaşların hüquqlarını, konstitusiya göstərir, vətəndaşların hüquqlarının pozulmasının qarşısını almaq. Qardaş, nətər mənim sənədimə baxmır? Nətər mənə məxsus olmayan bir şey götürüb mənim üstümə salırlar? Bakı Baş Gömrük İdarəsi bəli təzyiq edir bura. Buradakılar da oturublar, baxırsınız. Öyle şey olmaz axı. Və bunun axırı son olacaq. Burada maraq nə ola bilər? Burada maraq. Burada maraq, yenə də deyirəm. Cinayətlərin bu qədər sıxılmağından maraq nə ola bilər? Bəli, açıq aydındır. Siz cavab verirsiniz. Bu günləri kimlər baxırlarsa, buna onun cavabı var. Nətər olar ki, 2 ildir mən mübarizə edirəm. Yaxşı da qardaş, mən mübarizə edirəm. Onda mənim bir neçə dənə işlərimdə mənim uduzma prosesim olmalıdır da. Axı olmayıb mənim uduzma prosesim. Hər dəfə də mən isbat eləmişəm. Hər dəfə də düzdür, sağ olsun. Hansısa bir idarələrdən, digər qurumlardan, prezident administrasiyadan səslər gəlibdi. Ədalətlilik haqqında bunların, yəni ədalətli qərar vermələrinə, yəni demək olar ki, göstərişlər veribdi. Mən də düzgün olub çıxmışam da, qardaş, bu nə istəyir məndən? Prinsipdir də burada. Burada məmur prinsipidir. Elmir Ramazanovu ora qoyublar ki, Ramil Aslanovla Leon Centerlə mübarizə eləsin. Nətər olur ki, qardaş, orada bu dəqiqə axtarsan tapsan köhnə korrupsionerlər var. Hamısı da işləyirlər. Allah canlarını sağ eləsin. Yaxşı edirlər, işləyirlər. Elmir Ramazanov, da sən neyinirsən? Sən onlardan ala bilmədiyi və onlardan qırağa qoyduğu gəlib məndən alırsan. Həmişə mənə deyirlər ki, keçən dəfə Güloğlan mənim də deyir ki, siz ittiham edirsiniz. Yəni ittiham edirəm, düz edirəm, ittiham edirəm. Bir dənə həqiqətən dövlət qurumlarından gəlsinlər, mən qapı-qapı göstərim orada nə baş verir. Şəxs olaraq, yəni məmur olaraq sizdən nəsə tələb edib bu işlərin bu qədər problemə düşməməsi. Elmir Ramazanov məndən qanunsuz hesablamalar nəticəsində, qanunsuz hesablama. Yəni ki, özlərində 28 minə çıxan malı mənə 35 minə oxuyur. Olmaz elə şey. Yəni gömrükdən buraxılan 28 min malı 35 Bəli, bəli. Əsas odur ki, nə isnad edir? Motimin üstü düzgün isnad edə bilmirlər. Məntiqi isnad edə bilmirlər bunlar. Bunlar göstərə bilmirlər ki, qardaş, yəni isnadları, mən isnad demiş, qısaca doğrudan da. Mənim bu günləri gətirdiyim mallar tək mən gətirmirəm. Ramil Aslanov gətirmir bunu. Onu dərk eləmək lazımdır. Mənim kimi digərlər də bazarda var. Bunlar dediyinə görə, yəni İstintaq İdarəsində bu günləri onlar onda dəstəkləyir.
Qardaş 144 min dollar mala qiymət çıxardı. Amma nəticədə bazarda bu günləri həmin malların satışı nəticəsində 62 min dollar yığa bilirsən. Siz elə düşünmürsünüz ki, bu monopoliya siyasətindən yaranan bir təvəqqə? Hər bir gələn ora oturulan bir şəxs естественно gəlib oturub hansısa bir təzyiq formalarına çalışa biləcək. Amma düşünmür ki, bu xalqa xidmət edeyim. Düşünmür ki, qardaş bu sahibkardır. Bunun bir neçə dənə işçisi var. Tək mən özümdən demirəm. Digərsə, siz necə bu günləri o şeyləri görən adamlar var. Amma bəziləri danışa bilir, bəziləri utanır, bəziləri qorxur, bəziləri işi var, bəziləri deyir ki, mən niyə qoşulub? Elə mən deyirəm də, kəş ki mən də elə bir savadsız olardım. Elə gedərdim, deyərdilər ki, nə qiymət verirsən ver, mən pulu verərdim, çıxıb gedərdim. Bədbəxtçilik ondadır ki, mən anlayıram burada nə deməkdir. Mən anlayıram ki, bu günləri nə baş verir. Axı buna da kimsə səs eləməlidir. Elə hər dəfə mən cənab prezidentə müraciət edirəm, oradan yəqin ki bir hansı reaksiya olur, bunlar çəkilirlər dala, ya gəlirlər sənədlərimə düzgün baxırlar. Yəni qardaşım, axı bu belə olmaz, bu dərəcədə olmaz. Nətər yəni bu günləri dəyərin müəyyənləşdirmə üsulu da göstərir ki, ədalətli və asan yollarla. Bax qardaş, hanı asan ədalətli? Hələ də mən buralardayam, hələ də mən buralardayam, qardaş. Mən bilməm mən nəyi satım, nəyi götürüm, nəyi qoyum. Axı belə olmaz. Rusiyada da işim var mənim. Qardaş gedirəm, gəlirəm, işləyirəm. Qardaş nətər olur? Mən oranı qoymuşam, işləyir. Heç yaxın da getmirəm. Burdan imkan yoxdur mən çıxmağa qapıdan çölə, qardaş. Nətər olur bu? Ən əsası da odur ki, yenə də məni dinləyən yoxdur. Bir daha sizlərə də təşəkkürümü bildirirəm. Bu dəqiqə dinləyənlər də var bu respublikada, qulaq asanlar var. Hamınıza təşəkkür bildirirəm. Cənab prezident, birinci sizdən xahiş edirəm. Çox xahiş edirəm. Bu işi nəzarətinizə götürün. Tapşırıqlar verin aidiyyəti orqanlara. Mən hazıram. Hər zaman hazıram. Sənədlərimlə, sübutlarımla isbat edəcəm. Göstərəcəm. Göstərəcəm ki, bu günləri bu idarədə mənə qarşı təzyiq forması gedir. Çünki başqa cürə bunlar eləyə bilmirlər. Bunlar mənim adımı cinayətkar çıxartmaq istəyirlər. Qardaş, mən də deyirəm ki, axı bu 94 mini birinci sən hardan götürmüsən? İkincidəki sənəd mənə məxsusdur. Sən nətər məni suçlaya bilərsən? Şirkət olaraq sizin kimi hansısa bir sərgətmə qədər, sənət məsələsi sərgətiniz varmı? Bu günləri onlar göstərirlər ki, araşdırma nəticəsində o saxta sənədlərlə, mən buradan elə deyirəm saxta sənədlərdir. Sübut edirəm ki, saxta sənədlərdir. Sübut edəcəm sabahları. O sənədlərlə deyirlər ki, qardaş, biz fakt üzrə cinayət işi qaldırmışıq. Cinayət məcəlləsinin hansı maddəsindən? 209.1. Bəli, bunlara azlıq edib düşünürlər ki, yəni mən ödəniş edirəm. Ödəniş eləməyəcəm. Buradan deyirəm ki, mən ödəniş eləyərəm bir şərtlə. Ədalətli var, burada bazar var. Bazar var, qiymət var, qardaş, ticarət var. Gedək çıxılma üsulundan tətbiq eləyək qanunvericiliyindən. O da gətirib o boyda göstərməyəcək. Orada 100 manat, 200 manat, 500 manat söhbəti olacaqdır. Axı bu mümkün deyil artıq bir qiymət olsun. Mümkünsə gəlsin mənə sübut eləsin. Gəlsinlər mənə isbat eləsinlər. 500 manat fərqi bundan necə 97 min eləyirlər? Bəs söhbət də odur qardaşım. Deyirəm ki, nətər ola bilər ki? Yox. Bunlar sizin adınızdakı sizin malınızdır. Buna görə də istintaq idarəsinə cəlb olunmalısınız. Hə, ona görə də mən istintaqa gəlməliyəm. Ona görə də bunlar mənə hədəqoqla kimi. Yox, mən telegram vurmuşam və sözünü düşünürdüm ki, gedim oradan da müraciət edim Kamran müəllimə, amma sağ olsunlar. Yenə də deyirəm, dərhal reaksiya gəldi, dərhal zəng gəldi, SMS də gəldi mənə prokurorluqdan ki, sizi sabahları səhər saatlarında gözləyirik və mən ümid edirəm, mən sizə əmin edirəm ki, elə bir şey olmayacaq. Çünki onlar belə saxtakarlığa getmirlər. Çünki onlar ədalətli baxacaqlar. Onlar görəcəklər. İndi düzdür, kimsə ola bilər. Bundan öncə prosessual rəhbəri həyata keçirən prokuror ola bilər, nəyisə diqqət eləmir. Onlar müstəntiq nəyisə mən eşitmişdim ki, keçən dəfə deyirlər ki, mənlə razılaşma olubdu. Mən təəccüb edirəm ki, qardaş hansı razılaşma olub? Harda razılaşmışam mən? Nədə razılaşmışam mən? Mən razılaşaram o zaman ki, buradan işi bağlayırsan, göndərirsən ora, gedirik ədalətli. Bazarda baxırıq ki, bazarda məndən başqa Əli, Vəli, o birisi də satır bunu da. Qardaş, hamısı satırlar da. Oradan satış qiymətini götürürsən, oradan çıxılma edirsən bunun pərakəndə satışından çıxış edirsən avtoboyu. Ondan sonra da qardaş çıxılma üsulları var, qanunvericilik var, altında üsul var. Tətbiq edirsən və mənim ödədiyimə baxırsan. Əgər mənim ödədiyimdə hansısa bir əks göstərirsə, mən onunla razılaşıram. Amma da belə yox axı, sən saxta sənədlərlə mənim üstümə gəlirsən. Sən əsassız sənədlərlə, yenə də deyirəm, prosessual pozuntularla və hansısa digər yollarla əldə olunmuş qanunsuz sənədlər sübut əhəmiyyət kəsb eləmir. Bunlar da deyir ki, yox, kəsb edir. Həmçinin sübutun biri digərini təsdiq eləmir. Ən azından mənim adım olmalıdır, düzdür? Ən azından mənim adım olmalıdır, malın kəmiyyəti, keyfiyyəti olmalıdır, malın kodu olmalıdır. Qardaş, heç biri yoxdur axı, göstərdim axı sizə. Heç biri yoxdur burada. Belə deyək də, gömrük idarəsinin göstərdiyi mallar faktiki olaraq reallıqda varmı? Sizin
Sizin isə inkar etdiniz onunla. Bir də Neyse, təkrarlayın, məsələn, başa düşmürəm. Deyirsə ki, 235 adam mal aldı. Onlar yazdılar 500 min. Hə, bəli. Həmin o artıq yazılan malın reallıqda ortada var mı? Yoxdur da, bəs ondadır da. Biz elə bir dövrdə yaşayırıq ki, şəffaf bir rejimdəyik. Kameralaşma var. Mən Onların buradan, qəbulunda da- əgər sizə ola, bax buradan deyəcəm. Sabahları prokurorluq da buna baxacaqdır. 286-277 bəyannamə üzrə göstərilir ki, Çindən göstərir ki, 45 addan mal bəyan olunubdur. Netto bruttosu da, yəni hələ onda da netto bruttosunda, bruttosunda fərq var. Az fərqdə, eyb yoxdur, razılaşarım ona, problem deyil. Amma nətər olur ki, 30 adda da mal 23 tondur, 45 adda da mal 23 tondur. Tək olaraq eyni gəlir, amma say olaraq eyni. Qardaş, bəs Ola gülməlidir də bilər ki, bu. oradan göndərilən sənəd səhv gələ bilər. Kimdən göndərilən? Qardaş, oradan heç bir sənəd gəlməyib, mən ona əminliklə deyirəm. Oradan elə belə kimsə podstavına bir şey qoyublar ki, qardaş, bu Elmir Ramazanovun bir təzyiq forması. Oradan gələn sənəddən amraqlıq olmalı, təbliğ təsdiq olmalı. İndi yenə də deyirəm, onu gələcəkdə göstərir. Qardaş, heç olmasa mən işimi görüm də, mən ödənişimi edeyim, mən dövlətin büdcəsində ödənişini edeyim, imkan verin mən, axı imkan vermirlər. İmkan vermirlər. Çatan malı saxlayırlar. Çatan mala deyir ki, qanunsuz sənədləri tələb edirlər. Deyirlər sən bunun burasını göstər, bunu göstər. Qardaş, niyə başqalarını da göstərmirsən? Niyə o 15 dənə gündə gətirilən konteynerlərdən sən soruşmursan? Və yenə də maraqlısı odur. Həmin o 15 dənə gündə gətirən şirkətlər burada yoxdurlar. Necə? Nə qədər müddət? 2 ildir də, düzdür? Yox, ümumi 2 ildir. Burada Son buradan 2024-ün fevral ayından başlandı da. Yo, istintaqda bu ilin əvvəlindən, hə. Yanvar ayından, bəli, dekabr ayında. Yo, cinayət işi yox, cinayət işi dünəndən sırağı gün deyirlər, yaxın müddətlərdə deyirlər. Hansı ki, necə? İstintaq idarəsində, baş istintaq idarəsində Elmir Ramazanovun təzyiqlərinə dəstək verir. Bəli, məsələ ondan ibarətdir. Bəs mən nəyə gözləyirəm ki, natamam aparılır. Natamam, yəni ki, qardaş, sənədləri, sübutları götürülmür, qeyri-obyektivdir ki, qərarlar verilmir, necə? Şəffaflıq yoxdur. Şükanişdə şəffaflıq yoxdur, bitərəfdir, bitərəf. Bu mallar Obyektivlik yoxdur. Gömrük idarəsinin kamera görüntülərini çıxarıb klub olaraq qarşınızda qoyurlar. Ki, bu sənin mallarında 45 Heç nə yox. Mən nabrot göstərə bilərəm ki, 30 adda çıxan mal orada kamera altındadır. Mən nabrot göstərirəm ki, qardaş, bir dənə baxın o otaqlara kimlər girir çıxırlar. Nəticədə biz girib çıxa bilmirik. Bəs ona görə deyirəm ki, dekabr ayında jurnalistlər gətirdi, göstərdi ki, baxın, dövlət rəhbərləri, baxın, bəs burada görürsünüz, mən burada necə açmışam. Başa düşürəm, mən mübarizəmi dayandırmayacağam. Mən mübarizəmi sona kimi aparacağam. Mən buradan, cənab prezident, şəxsən sizdən kömək istəyirəm və inanıram ki, köməyiniz olacaq. İnanıram ki, siz bunu görəcəksiniz. İnanıram ki, görəcəksiniz. İnanıram ki, ədalətli qərar olacaqdır. İnanıram ki, elə məmurlar, yəni o məmurlar ki, bu günləri, cənab prezident dediyi kimi, vətənə xəyanətdir. Bilirsiniz necə, vətənə xəyanət edirsən. Sən imkan vermirsənsə ki, əgər birinə imkan verirsən, digərinə, значит, burada kitrəlik vardır. Yəni burada, bəli, ikili yanaşma var. Значит, sən kiməsə, bəli, sən elə, qardaş, elə mənim sənədlərimlə sən əgər baxsan, o günə mən keçən dəfə axırıncı bir deyim, yadınızda mən çıxışların birində demişdim ki, Vüqar müəllimi çıxışında səhv eləmirəmsə, bir dəfə girdim Elmir Ramazanovun otağına, yığdı 15 nəfərlə mən tək, dedim problem yoxdur, cavab verəcəm hamımıza. Başladı orada ki, sən saxla, sən məhkəməyə ver, sən cinayət çıxarsan bunu bir dəqiqənin içində 4 dənə funksiyanı yerinə yetirdi. Qardaş, prokurorun funksiyasını yerinə yetirdi. Gömrük Komitəsinin sədrini yerinə yetirdi. İstintaqın funksiyasını yerinə yetirdi və yenə də məhkəmə icraçılarını yerinə yetirdi ki, pulu təmin elə. Yəni bu günləri kənar göstərişlər verir. Bəli, həmişə bu günləri o sübut olunur. Yo, bu günləri sübut olunur. Elmir Ramazanovun o hərəkəti bu gün sübut olunur ki, o təzyiq formasından gəlib çıxmışıq bura, burada dayanmışıq. Qardaş, budur, fərq budur. Bir nəfər dinləmir, bir nəfər baxmır. Belə olmaz. Yenə də təşəkkür edirəm sizə. Cənab prezident, xahiş edirəm, bu məsələni öz kontrolünüz altında götürün. Xahiş edirəm sizdən, dəstəyinizi əsirgəməyin. Mən ümid edirəm və bilirəm, əminəm ona da, əminəm ki, bu məsələ belə qalmayacaq. Siz özünüz görəcəksiniz. Belə qalmayacaq. Kamran müəllim, sizdən xahiş edirəm. Birinci təşəkkürümü bildirirəm. Dərhal reaksiya olubdur. Kamran müəllim, xahiş edirəm, bu məsələni nəzarət altına götürün. Xahiş edirəm, bu məsələ ilə əlaqədar aidiyyəti struktur və bölmələrə tapşırıqlarınızı verin. Mən də sabahları, sübutlarımı, bütün istinadlarımı gətirib qoyacağım ortalığa. Baxacağıq, inşallah o barədə də məlumat verəcəm. Təşəkkür edirəm sizə hamınıza. Biraz emosional danışmışam ola bilər. Yəni bu gün seyircilər də hamısı baxırlar. Kimlər baxırlarsa, bu xalqın baxır. Mən çox üzr istəyirəm. Ola bilər emosional danışmışam. Məni üzrü sayın. Çünki bir var siz bunu görürsünüz, amma mən bunu yaşayıram.
Bilirsiniz fərqli bir şeylər. Mən bunu həqiqətən içimdə yaşayıram. Və bu ədalətsizliyi gördükcə insanda nəinki bu emosional, bilirsiniz necə, yəni üzr istəyirəm, psixoloji bəlkə də duruma gedib çıxır ki, bu pisliyinə çıxır ki, qardaş bu qədər pul ola bilməz axı. Mən sənə deyirəm şirkət, mənim şirkətimin adı yox, mənim adım yox, sən mənə deyirsən ki, yox, bu sənindir. Axı elə bir şey olmaz. Nə də Elmir Ramazanov orada zakaz edib. Onda belə çıxır ki, Güloğlan müəllim üzr istəyirəm, Şahin müəllim sizdən üzr istəyirəm. Onda zakazat del olmalıdır, buranın adı da zakazat del olmalıdır. Buranın adı əməliyyat üstünə qədarət olmamalıdır da. Ha, bu nədir belə? Mən inanıram ki, prokurorluq buna diqqətlə baxacaqdır, araşdıracaqdır və cavab olacaq. Təşəkkür edirəm. Sağ ol. Değerli izleyiciler, biz hazırda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Əməliyyat İstintaq Baş İdarəsinin qarşısındayıq. Sahibkar Ramil Aslanovu yenə incidiblər, haqsızlığa düçar olub, haqqın tələb etmək üçün bu idarənin qarşısına gəlib. İzlədiyiniz üçün təşəkkür edirəm. Çox sağ olun.